Allah gördü ki İtaliyaya gedə bilmirəm. İtaliyanı gətirdi bura. Bakıda İtalyan pizzalarının az qala dönər qiymətinə satılması bəziləri üçün inandırıcı olmasa da bu həqiqətdir. La Pizzanı çox adam tanıyır. Tanımayanlar üçün deyim ki, bu məkanda 30 santimetrlik, yəni 8 dilimlik böyük pizzalar 9 manat 90 qəpiyədir. Məncə ölkədə orijinal İtalyan pizzalarının bu qiymətə verildiyi tək məkandır. Biz burada 4 pendir, grill chicken, Sezar və chicken popcornun dadına baxdıq. Ən çox Sezar və chicken popcornu bəyəndim. Amma ümumilikdə götürdükdə hamısı özünə görə dadlı hazırlanır. Təbii ki, burada zövq məsələsi də var. Məncə bir İtalyan bunlardan yesə, perfetto, bellissimo filan deyib gözlərindən ürək çıxar. Bizim vaxtımızda dərsini yaxşı oxuyanlar 5 alırdı. Mən də köhnə nəsildən olduğum üçün pizzacının bu işlərinə 5 verirəm. Burada həmçinin nuggets, fri kartof və pendir çubuqları da var. Onlar haqqında uzun-uzadı danışmayacağam. Standart idi. Amma pizzalarını həqiqətən bəyəndik. Bura La Pizzanın gənclik filialıdır. Dədə Qorqud parkı ilə üzbəyüzdə yerləşir. Yeri gəlmişkən parka gələnlər də buradan tez-tez pizza sifariş eləyirlər. Bir pizza diliminin verdiyi xoşbəxtliyi verə bilməyən adamlar var. Siz onları deyil, bax bunları seçin. İzlədiyinizə görə təşəkkürlər. İtalyanlar demişkən, grazie mille.